6 noyabr 2025-ci il tarixində 24 nömrəli 11 illik musiqi məktəbində Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi, həmçinin qonaqlar iştirak ediblər. Tədbirin məqsədi Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin xatirəsini anmaq, onların ailələrinə hörmət və minnətdarlığı ifadə etmək olub. Tədbir zamanı şəhid ailələrinə 400-dən artıq şəhidin portretlərini çəkərək hədiyyə edən rəssam Əminə Feyziyeva tərəfindən çəkilmiş portretlər təqdim olunub. Bu layihə artıq 2 ildir ki, məktəbin rəhbərliyinin təşəbbüsü ilə Zəfər günü münasibətilə ənənəvi şəkildə həyata keçirilir. Tədbir şəhidlərin ruhuna ehtiramla Zəfər gününün əzəmətinə uyğun yüksək ruhda keçib. Möhtəşəm Zəfər günü ilə bağlı məktəbimizdə tədbir keçirilir. Müzəffər Ali Baş Komandan cənab prezidentimiz İlham Əliyevin qüdrətli sərkərdəliyi sayəsində qəhrəman oğullarımızın, vətən uğrunda öz canlarını fəda edən igidlərimizin, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində 30 illik işğala 44 gündə son qoyuldu.